Salam uşaqlar, hər vaxtınız xeyir. Bugün sizə trigonometrik funksiyaların 3-cü bölməsi olan y bərabərdir sinus x və y bərabərdir kosinus x funksiyaları və onların xassələrinin testlərini izah edəcəm. Testlərə keçməmişdən öncə bir qaydanı demək istəyirəm. Yadımızda saxlayaq. Sinusun cüt dərəcədən qüvvəti kx olsun, kosinusun cüt dərəcədən qüvvəti olarsa, biz bunların dövrünü tapmaq üçün pi-ni bölürük k-ya, modulda k-ya. Yox, əgər qüvvət tək dərəcə olsaydı 2n-1 kx və yaxud da kosinus 2n-1 kx, onda dövr 2 pi-ni bölərdik k-ya, modulda k-ya. İndi birinci suala baxaq. Birinci sualda deyir ki, deməli, y bərabərdir kosinus kvadratı 2x funksiyasının əsas dövrünü tapın. Burada kvadrat deməli cüt ədəd olduğuna görə biz yazırıq t bərabərdir. Cüt ədəddə dedik pi-yə bölürük. T bərabərdir. Pi-ni bölürük k-ya, yəni 2-yə. Pi böl 2 oldu dövr. Sonra ikinci suala baxaq. İkinci sualda da qiymətlər çoxluğunu soruşur. Biz y bərabərdir 4 çıxaq 2 vuraq sinus x. Sinus x funksiyasının qiymətlər çoxluğunu tapın. Biz bilirik ki, sinus x funksiyasının qiymətlər çoxluğu -1, 1 aralığındadır. Ona görə bir dəfə 2-ni vururam 1-ə oldu, cavab 2. Y bərabərdir 4, 2 vur -1, cavab oldu 6. 2, 6 qiymətlər çoxluğu. Sonra üçüncü suala baxaq. Funksiyanın əsas dövrünü soruşur. Yenə kosinusun baxıram qüvvəti 2-dir, 2 cüt ədəddir. Cüt dərəcədən dedik dövrü tapmaq üçün pi-ni bölürük k-ya. K-nın da qiyməti bizdə 5-dir. Dövr oldu A variantı. Pi böl 5. Sonra dördüncü suala baxaq. Dördüncü sualda birinci y bərabərdir. Kosinus kvadratı 3x çıxaq sinus kvadratı 3x funksiyasının əsas dövrünü tapın. Birinci bunu sadələşdirək. Bu bizə verir kosinus 2 alfa düsturu. 2-ni vururam 3x-a oldu. Kosinus 6x. Kosinusun dərəcəsi təkdir. Ona görə dövr 2 pi-ni bölürük k-ya. K-da 6'dır. O da oldu pi böl 3. Doğru cavab oldu Y variantı. 5-ci suala baxaq. B-nin hansı qiymətində 3 pi böl 2 və 2 parçasında sinus x bərabərdir 0,5 üstə gəl B bərabərliyi doğrular. Bir dəfə deməli sinusa x-a qiymət 3 pi böl 2 qoyaq. Olur sinus 3 pi böl 2 bərabərdir 0,5 plus b. -1 bərabərdir 0,5 plus b. B də oldu -1,5. Bir də 2 pi yazsaq olur sinus 2 pi bərabərdir 0,5 üstə gəl b. 2 pi də sinus 0 alır. 0,5 üstə gəl b. B-nin qiyməti oldu -0,5. Deməli bu aralıq oldu -0, deməli -1,5-dən -1,5-dən -0,5-ə. B variantı. 6-cı suala baxaq. Yenə aralıq bizə pi 3 pi bölmə 2 verib. Yerinə yazsaq olur nə? Kosinus pi bərabərdir a minus 1. Pi 180 dərəcədir. Kosinus 180-də -1 alır. Onda a-nın qiyməti oldu 0. 3 pi bölü 2 yazsaq olur. Kosinus 3 pi bölmə 2 bərabərdir a minus 1. Kosinus 0 alır. 270'də a minus 1. A-nın qiyməti oldu 1. Onda a oldu 0-1 aralığında. 0-1 aralığı Y variantı altında. 7-ci suala baxaq. Yenə burada fx bərabərdir. Sinus üstü bu 1-dir də dərəcə təkdir. 3x plus 5 funksiyasının əsas dövrünü tapın. Yenə biz dövrü tapanda bayaq dedik ki, tək dərəcə olanda 2 pi-yə bölürük k-nı. 2 pi-ni bölürük k-ya. K da bizdə 3'dür. 2 pi bölü 3 A variantı 7. 8-ci sual. Funksiyanın əsas dövrünü tapın. Yenə sinusun dərəcəsi təkdir. Onu 2 pi-ni bölürəm k-ya. K-nın qiyməti 4'də oldu. Pi böl 2 D variantı. 9-cu suala baxaq. Əsas dövrünü tapın. Burada baxın y bərabərdir 2 vuraq sinus 2'də 5'də 1 x. Yəni k-nın qiyməti bizdə 5'də 1'dir. Sinusun dərəcəsi də təkdir. Tək olanda 2 pi-yə bölürdük. 2 pi-ni böldüm k-ya. 5'də 1'ə. O da oldu 10 pi. Doğru cavab Y variantı. 10-cu suala baxaq. Y bərabərdir 3 vuraq sinus kvadratı x üstə gələ 2.
Funksiyasının qiymətlər çoxluğunu tapın. Biz bilirik ki, sinus kvadratında, kosinus kvadratında qiymətlər çoxluğu 0, 1 parçasındadır. Ona görə 0 yazsam sinusun yerinə olur 3 vuraq 0, üstə gəl 2 oldu 2. Y bərabərdir 3 vur 1 üstə gəl 2 oldu 5. 2, 5. D variantı. 11-ci suala baxaq. Yenə funksiyanın qiymətlər çoxluğunu soruşur. Öncəki sualda dedik ki, kosinusun deməli kvadratın ən böyük qiyməti 1-dir. 1 qoyanda oldu 3. Bir də 0. Ən kiçik qiyməti 0-dır. O da oldu -2. -2, 3. 12-ci sualda qiymətlər çoxluğunu soruşur. Baxın, biz ümumi sinusun deyirik də, qiymətlər çoxluğu bu sinusun bucağı gedir. X plus pi bölmə 4. Ona görə də sinusun qiymətlər çoxluğu, sinus ilə kosinus x-in qiymətlər çoxluğu -1, 1 aralığına daxildir. Ona görə bir dəfə 5-i vururuq -1-ə olur -5. Y bərabərdir 5-i vurdum 5-ə oldu 5. 5-i vurduq 1-ə 5. Bu da oldu -1, 5 aralığı. B variantı. 13-cü suala baxaq. Yenə ümumi gedir bucaq burada. Bir alfa gedir. Qiymətlər çoxluğunu soruşur. Y bərabərdir 3 vuraq. Kosinusun qiymətlər çoxluğu -1, 1 aralığına daxildir. Bu da -1 yazanda oldu -3. Y bərabərdir 1 dolanda olur. 3'ü 1'ə vurdum 3. Cavab oldu -3, 3. 14-cü suala baxaq. Burada 13-də B idi. 14-cü sualda A-nın hansı ən kiçik qiymətində bərabərliyi doğrudur? Biz bilirik ki, sinusun ən böyük qiyməti 1. Ona görə bir dəfə yerinə 1 yazırıq. Baxın, ümumi sinusun 4x onun bucağıdır. A açıq 8, A oldu 11. Bir dəfə yerinə -1 yazanda oldu -3 bərabərdir. A açıq 8, A da oldu 5. A-nın hansı ən kiçik qiymətində 5 daha kiçik qiymətdir 11-dən. 15-ci suala baxaq. Y bərabərdir sinus 3x bölək 4 funksiyasının qiymətlər çoxluğunu tapın. Deməli, sinusun qiymətlər çoxluğu -1, 1 aralığındadır. Ona görə də elə bir dəfə yerinə 1 yazırıq, olur 1. Bir dəfə də -1 olanda olur -1. -1-dən 1-ə. Çünki 3x bölü 4 sinusun bucağıdır. Kosinusda da yenə həmin qaydadır. 16-cı sualda ümumi 2x bölü 3 kosinusun bucağıdır. Ona görə oldu nə? Yerinə deməli kosinusun ən böyük ən kiçik qiyməti -1, 1 aralığındadır. Kosinusun qiymətlər çoxluğu. Ona görə də oldu -1, 1. 17-ci suala baxaq. Trigonometrik funksiyalardan hansının qrafiki koordinat başlanğıcından keçir? Koordinat başlanğıcından keçən sinus x funksiyasının qrafikidir. Ümumiyyətlə, koordinat başlanğıcından keçirsə, demək ki, x-in 0 qiymətinə y-in 0 qiyməti uyğundur. Burada da bir dənə x-ə 0 qoyan, y-i 0 olan C variantı sinusun qrafikidir. 18-ci suala baxaq. Y bərabərdir. Yenə qiymətlər çoxluğunu soruşur. Burada ümumi bu bir alfa bucağıdır. Sinusun qiymətlər çoxluğu da -1, 1'dir. Ona görə yazırıq 2 çıxaq 5 vur 1 oldu -3. Bir dəfə də -1 yazsam 2 çıxaq 5 vur -1 oldu 7. Bunun qiymətlər çoxluğu oldu -3-dən 7-yə. A variantı 18. 19-cu suala baxaq. Deməli, funksiyanın qiymətlər çoxluğunu tapın. Bunun ümumi bucağı da alfa. Deməli, kosinusun ən böyük qiyməti 1-dir. Yazıram 7 çıxaq 3 vur 1. O da oldu 4. Ən kiçik qiyməti -1-dir. 7 çıxaq 3 vur -1. O da oldu 10. Yəni, kosinusun qiymətlər çoxluğu -1, 1 aralığındadır. Ona görə oldu cavab 4-dən 10-a. 19-da D variantı. 20-ci suala baxaq. Funksiyaların deməli, hər ikisi azalandır. Biz bilirik ki, deməli, sinus birinci, dördüncü rüblərdə artır. Birinci, dördüncü rüblərdə artır. İkinci, üçüncü rüblərdə azalır. Sinus. Kosinus funksiyası isə, kosinus sayfa funksiyası və ya kosinus x funksiyası isə, deməli, üçüncü, dördüncü rüblərdə artır. Üçüncü, dördüncü rüblərdə artır. Birinci, ikinci rüblərdə azalır. Tangens həmişə artan funksiyadır. Tangens x həmişə artan funksiyadır. Kotangens x isə həmişə azalan funksiyadır. Həmişə azalan funksiyadır. Ona görə bizə lazımdır ki, 19-cu sualda, daha doğrusu 20-ci sualda, deməli, sinus x və kosinus x funksiyalarının hər ikisi azalan olsun. Hər ikisinin azaldığı rüb ikinci rübdür. 20-də cavab oldu D variantı.
21-ci sualda yenə oxşar sualdır. Sadəcə olaraq burada hər ikisi artandır soruşur. Hər ikisi artanda 4-cü rübdədir. C variantı. 22-ci suala baxaq. Fx bərabərdir. Sinus x vuraq kosinus x funksiyası olarsa, fx və f mənfi x-in cəmini tapın. Fx-in qiyməti var, f mənfi x-i tapırıq. F mənfi x tapmaq üçün sinus mənfi x-in qiymətini kosinus mənfi x-in qiymətinə vururuq. Biz də bilirik ki, f mənfi x bərabərdir. Sinus mənfi x-i sinus tək funksiyada ona görə olur mənfi sinus x, kosinus cüt funksiyada ona görə olur müsbət kosinus x. Bunların cəmi sinus x kosinus x ilə mənfi sinus x kosinus x-in cəmini soruşur. O da 1 mənfi 1 müsbət islah olur. Bizə 0 verir. Cavab oldu 0 B variantı. 23-cü sualda yenə oxşar sualdır. Sadəcə burada nisbətini soruşur. Fx-in qiyməti bizdə məlumdur. Sinus x kosinus x. F mənfi də oldu. Mənfi sinus x kosinus x. Cavab oldu mənfi 1 Y variantı. 24-cü suala baxaq. Deməli, modulda sinus mənfi alfa bərabərdir mənfi sinus alfa. Sinus tək funksiyadır. Mənfini qabağa keçirdir. Qarşıya keçirdir olur. Mənfi sinus alfa. Bu da modulda sinus alfa bərabərdir mənfi sinus alfa. Biz bilirik ki, modulda müsbət çıxır. Bunun qarşısında mənfi varsa, biz sinusun mənfi qiymətini götürməliyik ki, mənfi müsbət etsin. Ona görə də sinus mənfi qiymətləri alır. Deməli, neçənci rübdə? 3-cü və 4-cü rübdə. Cavab oldu variantı. 25-də kosinus alfa modulda kosinus alfa ilə kosinus alfaya bərabərdir. Yəni, elə bunun öz müsbət qiymətini götürüb kosinusda müsbət alır. 1-ci və 4-cü rübdə. Cavab oldu A variantı. 26-cı suala baxaq. Bərabərliklərdən hansı doğru ola bilməz? Biz bilirik ki, sinus alfa ilə kosinus alfanın qiyməti mənfi 1 aralığındadır. Maksimum, yəni ən böyük qiyməti 1, ən kiçik qiyməti mənfi 1-dir. İndi mənfi 1 aralığında olmayan qiymətlər onun qiyməti deyil, ödəmir. Yəni kosinus 0.5 bu aralığa daxildir. Birinci doğrudur. İkinci sinus, biz kökdə 5 bölü 2-ni, kökdə 5'i 2,5 bölü 2 yazsaq, bu olur 1,25 təqribən də. Bu da ödəmir. Aralığa daxil deyil. Bu aralığa daxildir. Çünki kökdə 3-dən 1 tamına qədər çıxır. Onu 4'ə bölündə 0 tamına qədər. Bir də aid olmayan, bax, bu kosinusdur. Niyə? Çünki kökdə 5-dən tutaq ki, təxminən deyək ki, 2,1 çıxır. Bundan 4'ü çıxanda cavab olur mənfi 1,9. Bu da bizim mənfi 1 aralığına daxil deyil. Ona görə doğru ola bilməz. 2-ci və 4-cü Y variantı 26-da. 27-ci suala baxaq. Alfa bucağı 3-cü rübə aiddirsə, kosinus alfa çıxaq kosinus alfa, modulda kosinus alfa ifadəsini sadələşdirin. Bu kosinus alfa olduğu kimi qalır. 3-cü rübdə kosinus mənfi olduğuna görə bu olur mənfi kosinus alfa. O da mənfilər oldu müsbət. Kosinus alfa üstə gələk kosinus alfa. Cavab oldu 2 kosinus alfa. 28-ci suala baxaq. 4-cü rübün bucağıdırsa alfa ifadəsini sadələşdirin. Sinus 4-cü rübdə mənfidir. Ona görə olur mənfi sinus alfa üstə gələk sinus alfa. Cavab oldu 0 C variantı. 29-cu suala baxaq. Funksiyalardan hansı dövrüdür? Dövrü olan sinus x funksiyası biz bilirik ki, dövrü funksiyadır. O da oldu Y variantı 29. 30-cu suala baxaq. 30-cu sualda deyir ki, funksiyasının qiymətlər çoxluğunu tapın. Biz bu funksiyanın qiymətlər çoxluğunu tapmaq üçün birinci sadələşdirməliyik. Olur 3. Sinus kvadratını yerinə yaza bilərəm. 1 çıxaq kosinus kvadrat x plus 7 kosinus kvadrat x. O da bərabərdir. 3 çıxaq 3 kosinus kvadrat x plus 7 kosinus kvadrat x. O da bərabərdir. 3 plus 4 kosinus kvadrat x. Biz bilirik ki, kosinus kvadrat x-in qiymətləri oblastı, yəni qiymətlər çoxluğu 0-1 aralığına daxildir. O da olur 3 üstə gəl 4 vur 0. Cavab oldu 3. 1 yazanda oldu 3 üstə gəl 4 vur 1. Cavab oldu 7. Doğru cavab oldu 3'dən 7'yə B variantı. 31-ci suala baxaq. 31-ci sualda funksiyasının qiymətlər çoxluğunu soruşur. Yenə oxşar sualdır. Birinci sadələşdirirəm. Olur 5 vuraq. Sinus kvadratını yerinə yazırıq. 1 çıxaq kosinus kvadrat x plus 3 kosinus kvadrat x. O da bərabərdir. 5 çıxaq 5 kosinus kvadrat x plus
3 kosinus kvadrat x. O da bərabərdir 5 çıxaq 2 kosinus kvadrat x. 1, 2 kosinus kvadratın qiymətlər çoxluğu 0, 1 aralığına daxildir. 5 çıx 2 vur 0 cavab oldu 5. Bir de 5 çıx 2 vur 1 cavab oldu 3. Deməli 3-dən 5-ə. 31-ci sualda 3-dən 5-ə C variantı. 32-ci suala baxaq. 32-ci sualı deyir ki, sinus alfa üstəgələk kosinus alfa bərabərdir kökdə 2 olarsa alfa bucağı hansı rübdədir? Sinus alfa üstəgələk kosinus alfa bərabərdir kökdə 2. Burada kökdə 2-dən təxmini qiymət çıxardıq. Kökdə sinus alfa üstəgələk kosinus alfa bərabərdir. Tutaq ki, 1,4 təqrib bərabərdir. Biz də bilirik ki, sinusla kosinusun qiymətlər çoxluğu -1, 1 aralığındadır. Yəni, 1-dən böyük qiymət ala bilməz, ya da -1-dən kiçik qiymət ala bilməz. İndi sinus alfa və kosinus alfanın 1,4 olması üçün bunların hər ikisi müsbət qiymət almalıdır ki, toplamı 1,4 olsun. Yəni, baxaq, niyə belədir? Tutaq ki, deyirəm 0,9 təgəl 0,5. Bu aralıqdan 2 qiymət götürməliyim, 1,4 olsun. Bu ödədi 1,4. Hər ikisində müsbət olduğu qiymət sinusunda, kosinusunda birinci rübdür. Ona görə doğru cavab oldu birinci rüb. Baxın, 1,4'ü biz başqa şəkildə də ala bilərik. Məsələn, -2 yox. Daha doğrusu müsbət 2 üstə gələk -0,6. Buradan da cavab 1,4 olur. Amma mən bunu götürə bilmirəm. Niyə? Çünki -1, 1 aralığına daxil deyil. Elə 2 qiymət götürməliyəm ki, -1, 1 aralığına daxil olsun və 1,4 alınsın təqribən cavab. Ona görə də hər ikisi müsbətə də olur. Hər ikisində müsbət olduğu aralıq birinci rübdür. 32-ci suala baxdıq. İndi 33-cü suala baxaq. 33-də nə deyir? Sinus alfa üstəgələk kosinus alfa bərabərdir mənfi kökdə 2 olarsa alfa bucağı hansı rübdədir? İndi baxaq. Yenə sinus alfa üstəgələk kosinus alfa bərabərdir, təqribi bərabərdir. -1,4. İndi -1, 1 aralığında elə qiymət götürməliyim ki, -1,4'ü ödəsin. Məsələn, tutaq ki, -0,9 üstəgələk -0,5. Və yaxud da ki, belə alına bilər -0,4. -2 üstəgələk 0,6. Amma bu ödəmir, çünki -1, 1 aralığına daxil deyil -2. Bu qiyməti götürmürəm, bunu götürəm. Hər ikisində mənfi olur da bu rübdə. Deməli, sinusun da kosinusun da mənfi olduğu rüb olur 3-cü rüb. 34-cü suala baxaq. 4-cü rübün, beta 4-cü rübən bucağı olarsa, deməli, sinus beta üstəgəl modulda sinus beta və kosinus beta üstəgəl modulda kosinus beta ifadəsini sadələşdirin. Biz bilirik ki, sinus 4-cü rübdə mənfidir. Ona görə burada olur sinus beta çıxaq sinus beta. Onda ikinci mötərizəni yazmağa ehtiyac yoxdur. Amma ikinci mötərizəni sadələşdirsək, kosinus beta üstəgəl kosinus beta olur. Çünki kosinus 4-cü rübdə müsbətdir. Elə birinci mötərizənin cavabı 0 alınır. 0 da nəyə vuruqsa 0 Y variantı. 35-ci suala baxaq. Beta ikinci rübün bucağı olarsa sinus beta çıxaq modulda sinus beta və kosinus beta çıxaq modulda kosinus beta ifadəsinin qiymətini sadələşdirin. Sinus ikinci rübdə müsbətdir. Ona görə sinus beta çıxaq sinus beta olduğu kimi qalır. Kosinus işarəsini dəyişir. Kosinus beta üstə gələk kosinus beta. Çünki kosinus ikinci rübdə mənfidir. Birinci mötərizənin cavabı 0 olur. 0 da nəyə vururuqsa 0. Cavab Y variantı. 36-cı suala baxaq. Y bərabərdir kök altında 5 çıxaq sinus x. Funksiyasının qiymətlər çoxluğunu tapın. Funksiyanın qiymətlər çoxluğunu tapmaq üçün bir dəfə yerinə 1 yazırıq. Sinusun qiymətlər çoxluğu 1 -1 də olur. Kök altında 6. Bir dəfə də yerinə -1 yazırıq. Olur 5 çıxaq -1. Deməli, bu kök altında 4 olur. 6 olmur. Kök altında 4. 4'dən kök 2 çıxdı. Bu da oldu kök altında 6. 2 kökdə 6. Hər ikisi daxildir. Cavab oldu variant 36'da. 37-ci suala baxaq. Yenə kosinus x'in qiymətlər çoxluğunu soruşur. Kosinusun qiymətlər çoxluğu 1 -1'dir. 5'dən çıxdıq 1 qaldı. Kökdə 4. 4'dən kök 2 çıxdı. -1 olanda oldu 5 çıx -1 kökdə 6. 2 kökdə 6 Y variantı. 38-ci suala baxaq. A bərabərdir kosinus 4, B bərabərdir kosinus 4 dərəcə və C bərabərdir 0 ədədlərini müqayisə edin. Baxın, biz
Deyirik ki, bura birinci rübdür. 0'dan 90'a birinci rüb, 90'dan 180'e ikinci rüb, 180'den 270'e 3, 270'den 360'a dördüncü rüb. Bizde kosinüs 4 derece var. 4 derece birinci rübə düştüğüne göre B böyüktür 0'dan. Çünkü kosinüs birinci rübdə müsbət alır. Ama A bərabərdir kosinüs 4. Bu bunun radian ölçüsüdür. Gəlin radianla göstərək cədvəldə. Bura 0'dır. 1 tam %57, 3 tam %14, bu oldu 4 tam %71, 6 tam %28. Baxın, ya bu cədvəl əzbər bilməlisiniz, ya da bu 4'ü 4 radianı dərəcə ilə ifadə edəndə 57'yə vurmalısan. İndi bizə deyək kosinüs 4. Kosinüs 4 düşür 3-cü rübə. 3-cü rübdə də kosinüsün işarəsi mənfi. Ona görə A olur 0'dan kiçik. C də bərabərdir 0. İndi deməli ən kiçikləri A'dır. A kiçikdir C'dən, C də kiçikdir B'dən. 9-cu suala baxaq. 38 ilə oxşar sualdır. Sinus 5. Cədvəldə göstərdi ki, sinus 5 radiandır. Radianla da sinus 5 gəlir düşür 4-cü rübə. Yəni 4.71-dən 6.28 arasında yerləşir. Sinus da 4-cü rübdə mənfi qiymət alır. Ona görə də olur sinus 5 0'dan kiçik. B bərabərdir sinus 5 dərəcə. 5 dərəcə müsbət ol birinci rübə düşdüyünə görə 0'dan böyükdür. C bərabərdir 0'a. Deməli bunların içərisində ən kiçik A'dır, sonra C, sonra B. Çünki B bütün mənfi ədədlər 0'dan kiçik, bütün müsbət ədədlər 0'dan böyükdür. 40-cı suala baxaq. Y bərabərdir kosinus x plus sinus x. Vuraq kotangis x funksiyasının qiymətlər çoxluğunu tapın. Kotangis x-i yaza bilərəm. Kosinus x bölək sinus x. Sinus x-lər getdi, qaldı 2 kosinus x. Kosinusun qiymətlər çoxluğu mənfi 1 aralıqdır. Sadəcə olaraq biz mənfi 1'i daxil deyil götürürük. Niyə? Çünki kosinusun 1 olduğu qiymətdə sinus 0'dır. Onda kəsri məxrəci 0 olar. Ona görə də mənfi 2 götürürəm. Amma daxil deyil mötərizəsindən. Yəni mənfi 2'nin özü ola bilməz. Sonra 41-ci suala baxaq. 41-ci sualı yenə oxşar sualdır. 40'la. Y bərabərdir sinus x üstə gələk kosinus x. Tangensi sinus x bölək kosinus x yazıram. Kosinuslar gedir, qalır y bərabərdir 2 sinus x. Sinusun qiymətlər çoxluğu mənfi 1 aralığındadır. Sinusun 1 aldığı yerdə kosinus 0 olur. Ona görə də mənfi 1'i daxil deyil kimi götürürəm. Onda y olur mənfi 2, 1'ə vuranda oldu 1, 2. Cavab oldu mənfi 2'dən 2'yə, 41'də B variantı. İkinci suala baxaq. Y bərabərdir 5 vuraq kosinus 3x üstə gələk 12 vuraq sinus 3x. Biz bilirik ki, A sinus x üstə gələk B kosinus x funksiyasının qiymətlər çoxluğu plus minus kök altında A kvadrat üstə gəl B kvadrat üstələr tapılır. Onda yaza bilərəm plus minus kök altında 5'in kvadrat üstə gələk 12'nin kvadratı. O da plus minus 169. O da olur plus minus 13. Mənfi 13'dən 13'ə Y variantı. 43-cü suala baxaq. Yenə bu da həmin düsturdur. Plus minus kök altında 9'un kvadrat üstə gələk 12'nin kvadratı. Plus minus 81 plus 144. O da oldu plus minus kök altında 225. Ondan da oldu 15. Mənfi 15 müsbət 15. C variantı. 44-cü suala baxaq. A bərabərdir sinus 1 dərəcə. B bərabərdir sinus 2 dərəcə. C bərabərdir kosinus 87 dərəcə. Kosinusun tamamlayıcısı sinusdur. Yəni 90'dan 87 çıxanda 3 qalır. O da olur sinus 3 dərəcə. 1, 2, 3 dərəcə hamısı birinci rübə düşür. Birinci rübdə sinus artan funksiyadır. Ona görə böyük dərəcəsi böyük qiymət alır. Kiçik dərəcəsi kiçik qiymət alır. Yəni A kiçikdir B'dən, o da kiçikdir C'dən. Deməli cavab oldu D variantı. 45-ci suala baxaq. Deməli A bərabərdir kosinus 1 dərəcə, B bərabərdir kosinus 2 dərəcə, C bərabərdir kosinus 3 dərəcə. Çünki sinus 87'nin tamamlayıcısı kosinus 3 dərəcədir. Biz bilirik ki, kosinus x funksiyası 1-ci, 2-ci rüblərdə azalır, 3-cü, 4-cü rüblərdə artır. Bu da 1-ci rübə düşdüyünə görə kosinus 1-ci rübdə azalır, 1-ci rübdə azalır. Ona görə kiçik qiyməti böyük, böyük kiçik qiyməti kiçik olacaq. Onda olur C kiçikdir B'dən, o da kiçikdir A'dan.
O da oldu B variantı. Yəni A böyükdür B-dən, o da böyükdür C-dən. 46-cı suala baxaq. Y bərabərdir 8 bölü 1 plus modulda sinus x. Məlum məsələdir ki, modulda sinus x, bir də modulda kosinus x-in qiymətlər çoxluğu 0, 1-dir. İndi 0, 1 qiymətini yerinə yazsaq olur. Y bərabərdir 8 bölü 1 plus 0 oldu 8. 1 yazanda qiymət olaraq o da oldu 1 üstə gəl 1 oldu 4. Deməli bu ifadənin qiymətlər çoxluğu 4-dən 8-ə. 4-dən 8-ə C variantı. 47-ci suala baxaq. 47-də də yenə oxşar sualdır. Modulda kosinus x-i verir. Modulda kosinus x-də deməli 47. Modulda kosinusun da ən böyük qiymətidir. Mənfi, deməli 0-1 aralığına daxildir deyil də kosinusda. Qiymətlər çoxluğu 0-1-dir. Yəni ən böyük qiyməti 1, ən kiçik qiyməti 0-dır. O da oldu 21, 7 çıxaq 4 vur 0 oldu 3. Y bərabərdir 21 bölü 7 çıxaq 4 vur 1. O da 21 bölü 3 oldu 7. 3-dən 7-yə A variantı 47. 48-ci suala baxaq. Kosinus alfa 3-də 1, kosinus beta 5-də 1 və kosinus gamma 2-də 1 olarsa ABC iti bucaqlardır. Biz bilirik ki, iti bucaqlar deməli 0 ilə 90 dərəcə arasında olur və bu düşür birinci rübə. Kosinus birinci rübdə azalan funksiyadır. Azalan funksiya olanda kiçik qiyməti böyük, böyük qiyməti kiçik götürürük. Sürətləri bərabər olan kəsirlərdə məxrəci kiçik olan daha böyükdür. Amma kosinus birinci rübdə azalan olduğuna görə biz onu əksinə götürürük. Onda olur nə? Beta böyükdür alfadan, o da böyükdür gammadan və yaxud da gamma kiçikdir alfadan, o da kiçikdir betadan. 48-də oldu D variantı. Artan funksiya olsaydı, amma onda 2-də 1, 3-də 1-dən, o da 5-də 1-dən böyük olardı. Sonra 49-cu suala baxaq. 49 da yenə moduldur. Deməli 49. İfadəsini sadələşdirin. İfadənin deməli 1 plus modulda kosinus alfa üstə gələk 1 çıxaq modulda kosinus alfa. İfadəsini sadələşdirin. Biz bilirik ki, kosinus mənfi 1, 1 aralığında qiymətlər alır. Yəni birinci ifadə onsuz da kosinusa mənfi 1-dən 1-ə qədər qiymət qoysaq, onsuz da müsbət olur. 1 üstə gəl kosinus alfa olduğu kimi çıxır. Burada da yenə kosinusun qiyməti mənfi 1, 1 aralığında olduğuna görə elə 1-dən bu qiymətlərin istənilən birini çıxsaq, yeni ifadə müsbət olur. Ona görə burada 1 çıxaq kosinus alfa olduğu kimi çıxır moduldan. Kosinus alfalar getdi, oldu 2. İkinci suala baxaq. Y bərabərdir kosinus kvadratı x çıxaq kosinus x. Funksiyasının qiymətlər çoxluğunu tapın. Birinci qiymətlər çoxluğunu tapmaq üçün bunu sadələşdirək, tam kvadrata gətirək. Ona görə 4-də 1 əlavə edib 4-də 1 çıxaram. Bu da oldu kosinus x çıxaq 2-də 1-in kvadratı minus 4-də 1. Məlum məsələdir ki, kosinusun qiymətlər çoxluğu mənfi 1, 1-dir. Buradan da 2-də 1 çıxanda olur mənfi 1,5, bir də 0,5-in kvadratı. Minus 4-də 1. Mənfi 1,5 ilə 0,5 arasında deməli kvadratı ən kiçik olan ədəd 0-dır. Kvadratı da ən böyük olan ədəd 1,5-in kvadratı. 1,5 də 2-də 3-də, onun da kvadratı 4-də 9-dur. Bundan da çıxıram 4-də 1. 0-dan çıxdıq 4-də 1 qaldı mənfi 4-də 1. 4-də 9-dan çıxdıq 4-də 1 qaldı 4-də 8, o da oldu 2. Bunun qiymətlər çoxluğu oldu mənfi 4-də 1-dən 2-yə. 51-ci suala baxaq. 51-ci sualda funksiyanın əsas dövrünü soruşur bizdən. Gəlin əvvəlcə sadələşdirək. Buradan sinus 3x vuraq kosinus 3x hasilini ortaq vuruq çıxarsaq, mötərizədə qalar sinus kvadrat 3x üstə gələk kosinus kvadrat 3x. Bu bizə 1 verəcək. Olur sinus 3x vuraq kosinus 3x. Biz deyirik ki, sinus x kosinus x hasil olanda 2-yə vurub 2-yə bölsək, sürət bizə sinus 2x düsturunu verir. İndi mən bu ifadəni bu düstura uyğunlaşdırsam, 2-yə vurum 2-yə bölüm, düstur versin. Sürət oldu sinus 6x, məxrəc oldu 2. Biz bilirik ki, sinusun dərəcəsi təkdir. Ona görə bunun dövrü 2 piyə bölünür. Yəni t bərabərdir 2 pi böl k ilə hesablanır.
O da oldu 2 pi bölü 6. Cevap oldu pi bölü 3. D variantı. 52-ci suala baxaq. Y bərabərdir 3 vur sinus x çıxaq 2 vur kosinus x. Funksiyasını ala biləcəyi natural qiymətlərin cəmini tapın. Bu funksiyanın ala biləcəyi qiymətlər 3-ün kvadratı üstə gələ 2-nin kvadratıdır. Bundan əvvəlki tapşırıqlarda da izah etdim səbəbini. O da plus minus 9 üstə gəl 4, 13. Bunu deməli ala biləcəyi qiymətlər mənfi kökdə 13-dən müsbət kökdə 13-ə kimidir. Kökdə 13-dən təxminən deməli mənfi 3 tam nə qədərsə çıxır. Tutaq ki, mənfi 3 tam onda 1. O da oldu mənfi, bu da müsbət 3 tam onda 1. Təqribi götürən bunu. Bunların arasında natural qiymət nə ola bilər? 1, 2, 3. Bunların cəmini soruşur. Cavab oldu 6, Y variantı. 3-cü suala baxaq. D bərabərliklərdən hansı doğru ola bilməz? İndi baxırıq bir-bir. Biz bilirik ki, sinus kosinusun qiymətlər çoxluğu mənfi 1-1 aralığındadır. Məsələn, baxaq birinci sualda. 1 bölək kosinus 10 dərəcə birinci rübə düşür. Kosinus da birinci rübdə müsbətdir. Bu da təxminən 0 tam neçə sayır? Tutaq ki, 0 onda 1. Bunun təqribi qiymətidir. 0 onda 1-i 1-ə böləndə bu oldu 10. Bu ola bilməz. M ilə n sıfırdan böyükdür. M ilə n sıfırdan böyük istənilən bir qiymət qoysaq, tutaq ki, nə bilim, M-ə deyək 4, M-in qiyməti olsun 1, N-in qiyməti olsun 2. Fərqi yoxdur, nə qiymət qoyursunuz qoyun. Məxrəcin qiyməti həmişə sürətdən böyük olacaq. Ona görə də məxrəc sürətdən böyüksə bu düzgün kəsirlərdir. Düzgün kəsirdə mənfi 1-1 aralığına daxildir. Yəni bu qiymət ola bilər. 1 ola bilməz. Sonra üçüncüyə baxaq. Kosinus 4-cü dərəcədən deməli 82 çıxaq. Kökdə 82 çıxaq 4. Aha. İndi biz buna baxarıq. 82-dən təqribən 3 tam nə qədərsə çıxır. Tutaq ki, 3 tam onda 1. 3 tam onda 1-dən 4 çıxanda bu oldu mənfi 0 tam onda 9. Kosinus mənfi 1-1 aralığında olur deyə bu qiymət bunu ödəyir. İndi sinus sayfa bərabərdir m üstə gəlin. M-n hasili 1-ə bərabərsə, deməli bunlar qarşılıqlı tərs ədədlərdir. Qarşılıqlı tərs ədədlərində cəmi həmişə 1-dən böyük olur. Məsələn, biri 4-dürsə, digəri 4-də 1-dir. Ona görə bu ola bilməz. 5-ci sualı necə sadələşdiririk? Bunu çarpaz vursaq olur. Sinus alfa vuraq, kosinus alfa bərabərdir 0,6. Sinus kosinus hasili görəndə hər bir tərəfi 2-yə vururuq. Bu da oldu. Sinus 2 alfa bərabərdir 1,2. Sinus da 1-dən böyük qiymət almaz. Ona görə bu da ödəmir. Hansı ola bilməz? 1, 4, 5 ola bilməz. D variantı. 53D. 54-cü suala baxaq. 54-cü sualda y bərabərdir 5 sinus 2x çıxaq 12 kosinus 2x funksiyasının qiymətlər çoxluğuna daxil olan ən böyük ədəd tapın. Bu a sinus x üstə gələ b kosinus x düsturuna bənzədiyinə görə biz ondan yazırıq. Plus minus kök altında. Deməli 5-in kvadratı oldu 25. Üstə gələk 12-in kvadratı oldu 144. O da bərabərdir kök altında. 144 ilə 25-in cəmi 169. O da oldu plus minus 13. Bunda qabanda plus minus var. Oldu cavab mənfi 13, müsbət 13. Bu aralığa daxil olan ən böyük ədəd 13-dür. 55-ci suala baxaq. A parametrinin neçə tam qiymətində 1 plus a-nın kvadratı bərabərdir 1 plus ax bərabərliyi ödəyər. Birinci sadələşdirək. 1 üstə gəl 2a üstə gəl a kvadratı. 1 plus a vur sinus x. Birlər islah oldu. Buradan sinus x-i tapıram. 2a plus a kvadratı böl a. Biz bilirik ki, sinusun qiymətlər çoxluğu mənfi 1-1 aralığında olmalıdır. Ona görə bunu 2 qat bərabərsiz şəklində yazsaq, bölək a kiçik bərabərdir 1. 2 dənə bərabərsiz alınacaq. Biri olur 2a üstə gəl a kvadratı bölək a böyük bərabərdir mənfi 1. Digəri olur 2a üstə gəl a kvadratı bölək a kiçik bərabərdir 1. Bunu həll etsək, olur 2a üstə gəl a kvadratı bölək a plus 1 böyük bərabərdir 0. Sonra 2a plus a kvadratı bölək a çıxaq 1 kiçik bərabərdir 0. Sonra ortaq məxrəc edib sadələşdirsək, olur a, məxrəcinə 1 yazıram, olur a kvadrat plus 2a plus a, o da olur a kvadratı plus 3a. Böyük bərabərdir 0.
Digərini ortaq məxrəc etsək olur A-da 2A-dan A çıxılır, qalır A plus A kvadratı kiçik bərabərdir 0. Bunların köklərini tapsaq, məlum məsələdir ki, birincidə kök 0 və -3-dür. 0 ola bilməz, çünki məxrəc 0 ödəmir. İkincidə də köklər 0 və -1-dir. Birincinin bərabərsiyini qursaq, deməli 0 -3 yazıram, -3 0. 0-dan sağa bir qiymət qoyaq. Məsələn, 0-dan böyük 1 qoysaq, olur 1-in kvadrat üstə gəl 3 vur 1 böl 1 müsbət qiymətdir. -3 ilə 0-ın arasında bir qiymət qoysaq, tutaq ki, -1. -1-in kvadratı 1 olur. 1-dən çıxırıq 3, -1 məxrəcə də bölük, bu da oldu mənfi. Ona görə müsbət olur. Çünki sürət də mənfi olur, məxrəc də mənfi olur. Mənfi mənfiyə böləndə müsbət olur. -3-dən kiçik qiymət qoysaq, məsələn, -4. -4-ün kvadratı 16. 16-dan çıxıram 12. Sürət müsbət ədəd olur. Məxrəc də mənfidir. Ona görə müsbəti mənfiyə böləndə mənfi qalır. İşarəmiz böyükdür. Böyük bərabər müsbətləri götürürük. Bunun cavabı olur -3-dən 0-a. 0 ola bilməz. Bir də 0-dan müsbət sonsuzluğa. Daha sonra ikinci bərabərsliyi qururuq. Yenə ədəd oxunu götürürəm. -1, 0. -1, -3-dən daha yaxındır 0-a. -1-dən 0-dan sağa bir qiymət qoyuram. Tutaq ki, 1 qoysaq müsbət. -1 ilə 0 arasında tutaq ki, -2-də 1 qoysaq ikinci bərabərslikdə. -2-də 1 üstə gəl 4-də 1 sürət mənfi olur. Məxrəc də mənfidir. Müsbəti mənfiyə böldüm müsbət. 0-dan məsələn -1-dən sola tərəf qiymət qoysaq -2, o da olur -2 üstə gəl 4 böl -2. Sürət müsbət olur, məxrəc mənfi. Ona görə də qiymət oldu mənfi. İşarəmiz kiçikdir deyə biz mənfi aralığı götürdük. İndi bizə bunların kəsişməsi lazımdır. Bu da oldu mənfi sonsuzluqdan -1-ə. Bunların kəsişməsi məlum məsələdir. Buradan da şəkildən də görə bilərik. Baxın uşaqlar. Kəsişmə hissəsi baxın düşür belə, bir də belə. -3-dən buradan yazım. Kəsişməsi oldu -3-dən -1-ə. -3-dən -1-ə olur nə? -3, -2, -1. Bir də uşaqlar 0 da bunun köküdür. Niyə? Deyərsiniz ki, müəllim, məxrəcdə 0 var, onu ödəmir. Biz məxrəci sonradan özümüz yaratmışıq. Misalın əvvəlinə baxın. Bizim ifadəmizin əvvəli budur. Burada biz x-a 0 qoysaq, aya özümüz bölmüşük. Amma misalın özündə gətirib yerinə qoyuruq da onun kökü olur, ödəyir. Baxın, burada yazsaq ki, biz 1 plus 0-ın kvadratı bərabərdir 1 plus 0 vur sinus x. O olur 1 bərabərdir 1. Görürsünüz 0 da ödəyir. Deməli, bunun 0 da kökü oldu. Deməli, bizə deyir A parametri neçə tam qiymətində ödəyər? A parametrinin 4 tam qiymətində ödəyər. Bu bərabərlik doğru olar. 56-cı suala baxaq. Modulda kosinus alfa çıxaq 5 plus modulda 3 çıxaq sinus alfa bərabərdir 7. Biz bilirik ki, modulda müsbət çıxmalıdır. Baxın, bu ifadəyə baxıram. Kosinusun -1, 1 aralığındadır da qiymətlər çoxluğu. Sinusda da -1, 1 aralığındadır. Baxıram, kosinusun qiymətləri 5-dən kiçikdir. Ona görə bu 5 çıxaq kosinus alfa olaraq çıxmalıdır. Çünki modulda müsbət çıxmalıdır. Biz böyük qiyməti qarşı yatırıq. Üstə gələk. İkincidə də, yəni 3 sinus alfadan böyükdür. Ona görə bu elə olduğu kimi qalır. 3 çıxaq sinus alfa bərabərdir 7. İndi sadələşdirsək, mötərizə ehtiyac yox idi. 5-dən 3 oldu 8 çıxaq kosinus alfa, çıxaq sinus alfa bərabərdir 7. Buradan mənfi kosinus alfa çıxaq sinus alfa bərabərdir 7-dən 8 çıxanda -1. Mənfiyə bölsəm, kosinus alfa üstə gələk sinus alfa bərabərdir müsbət 1. Bizdən də elə sinusla kosinusun cəmini soruşur. 57-ci suala baxaq. Deməli, A parametri neçə tam qiymətində y bərabərdir? Sinus bu ifadə funksiyasının əsas dövrü pi böl 5 olar. Deməli, uşaqlar, biz bilirik ki, sinus burada qüvvəti tək ədəddir. Tək olanda biz deyirdik ki, sinusun dövrü 2 pi böl modulda k-dır. İndi deyir ki, funksiyanın əsas dövrü pi böl 5-dir. Bizdə k-nın yerində bu ifadə dururdu. X-in əmsalı a kvadratı çıxaq 15. Yerinə yazsaq, 2 pi böl a kvadratı çıx 15 modulda bərabərdir pi böl 5. Pilər getdi. Modulda a kvadrat çıxaq 15 bərabərdir 10-a.
Bir dəfə müsbəti yazsaq, a kvadrat çıxaq 15 bərabərdir 10, a kvadratı bərabərdir 25, a da bərabərdir müsbət mənfi 5. Modul tənin iki şərtini əldə edirik. Bir müsbəti, bir mənfisi. Bir də a kvadrat çıxaq 15-in yerində mənfi 10 olsa da moduldan 10 çıxardı. Ona görə yazırıq a kvadratı bərabərdir 5, a da bərabərdir plus minus kök altında 5. Bunun 4 kökü oldu. Mənfi 5, 5, kök altında 5, mənfi kök altında 5. 58-ci suala baxaq. Yine funksiyanın əsas dövrü pi bölü 3'dür. Yine təkdidiyə dərəcəsi 2 pini modulda bölürəm modulda a kvadratı çıxaq 30-a. O da bərabərdir pi bölü 3. Deməli bunun pilər getdi. Qaldı a kvadratı çıxaq 30 modulda bərabərdir 6. Onda a kvadrat çıxaq 30 bərabərdir 6. Bir dəfə müsbətini həll edirəm. A kvadratı bərabərdir 36. A bərabərdir müsbət mənfi 6. Bir dəfə də mənfisini götürsək mənfi 6 olur. A kvadratı bərabərdir 24. A da bərabərdir plus minus kök altında 24. Bizə deyir a parametrin neçə tam qiymətində. Burada da cavab oldu 4 tam qiymətində. Sonra baxaq 59-cu suala. 59-cu sual uyğunluqdur. Funksiyalar üçün uyğunluğu müəyyən edin. Birinci. Deməli, sinusun dərəcəsi baxın təkdir. Biz bilirik ki, sinusun dərəcəsi dövrü 2 pi bölü modulda k-dır. Ona görə biz 2 pini x-in əmsalı 3'dür. 3'ə böləndə bunun dövrü oldu 2 pi bölü 3. 1'ə uyğundur y. İkincidə sinus kvadratdır deyə bunu pi bölü modulda k yazırıq. Cüt dərəcə onda pi bölü yazırıq. Tək dərəcə onda 2 pi yazırıq. K-nın əmsalı 1'dir. Ona görə olur pi bölü 1, yəni pi. İkinci funksiyanın dövrü oldu pi a variantı. Üçüncüdə də yenə cüt dərəcədir. Pini bölürük x-in əmsalına, yəni modulda k-ya. K da bizdə 3'dür. Pi bölü 3. Üçüncüdə dövr oldu pi bölü 3 b variantı. 60-cı suala baxaq. 60'da da yenə kosinusun dövrləridir. Birinci, deməli, birincidə 2 pini bölürük tək dərəcədir 5'ə. Oldu 2 pi bölü 5. Baxın buna y variantı uyğundur. Bu cüt dərəcədir deyə pini bölürəm. Pini böldü əmsalı 1'ə, yəni o da oldu pi. İkinciyə uyğundur a. 3'də də yenə kvadratdır deyə pini bölürük. Pi bölü 5. Bu da oldu d. 60'da d. 61-ci suala baxaq. 61. Funksiyalar üçün uyğunluğu müəyyən edin. Ən böyük qiyməti. Birincidə deməli ən böyük qiyməti, sinusun ən böyük qiyməti 1'dir. 2'ni vurdum 1'ə oldu ən böyük qiymət 2. Ən kiçik qiyməti mənfi 1'dir. 2'ni vurdum mənfi 1'ə ən kiçik qiyməti oldu mənfi 2. Birincidə oldu mənfi 2, 2. 1'ə s. Sonra ikinciyə baxaq. Ən böyük qiymət, ikinci ifadəyə baxaq. İkincidə y bərabərdir sinus kvadrat. Sinus kvadratın ən böyük, ən kiçik qiyməti, ən böyük qiyməti, ən kiçiyi 0'dır, ən böyüyü 1'dir. 0 qoysaq olur 3 vur 0, 0. 1 qoysaq olur 3 vur 1, 3. Deməli, bu da 0, 3 oldu. 2'yə b variantı uyğundur. 3'də yenə moduldur deyə ümumi yerinə 0, 1 qoyuruq. Deməli, y bərabərdir modulda sinus 3x. Modul funksiyanın ən böyük qiyməti 1, yəni bunu elə 1 olur. Ən kiçik qiyməti də 0. Buna da uyğundur a variantı. 62-ci suala baxaq. Funksiyalar üçün uyğunluğu müəyyən edin. Y bərabərdir 2 vur kosinus 3x. Biz bilirik ki, kosinusun ən böyük qiyməti 1. Ona görə olur 2 vur 1, 2. Ən kiçik qiyməti mənfi 1, 2 vur mənfi 1, mənfi 2. Deməli, bu da oldu mənfi 2'dən 2'yə. Yəni kosinusun qiymətlər çoxluğu mənfi 2'dən 2'yə. C variantı uyğundur. İkinci yenə kvadratdır deyə yerinə 0, 1 qoyuruq. Deməli 0 yazanda y bərabərdir 3 vur 0 oldu 0. 1 yazanda oldu 3 vur 1, 3. 0, 3 B variantı. Bu da moduldur deyə elə ən böyük qiyməti 1, ən kiçik qiyməti 0'a bərabərdir. Buna da y uyğundur. 1b, 1c, 2b, 3y. 63-cü suala baxaq. Əsas dövrü pidir. Deməli bizə veribdir y bərabər sinus x, y bərabər kosinus x, y bərabər kotangens x. Bunları müəyyən edək. Gəlin əvvəlcə artma azalma aralığı mənfisi müsbətin deyə. Məsələn, birinci sinus x funksiyası. Sinus x funksiyası 1'də 2'də müsbət, 3'də 4'də mənfidir. Amma sinus x funksiyası
1-də 4-də artır, 2-də 3-də azalır. Sonra kosinus 1-də 4-də müsbət, 2-də 3-də mənfidir. Kosinus alfa. Artma azalma aralığı kosinus alfada. Deməli 3-də 4-də artır, 1-də 2-də azalır. Tangens həmişə artan funksiya. Tangens, kotangens ümumiyyətlə 1-də 3-də müsbətdir, 2-də 4-də mənfidir. Tangens, kotangens. Və tangens funksiyası həmişə artandır, bütün rüblərdə artan funksiyadır. Tangens alfa. Kotangens alfa uşaqlar bütün rüblərdə azalandır. Həmişə azalandır kotangens. İndi gəlin baxaq. İkinci rübdə müsbətdir. İkinci rübdə müsbət olan sinusdur. B variant. Sonra üçüncü rübdə artandır. Üçüncü rübdə artır kosinus. C variant uyğundur. Kotangens. Deməli, sonra üçüncüdə baxın, kotangensdə bir üçüncü, deməli kotangens üçüncü rübdə müsbətdir. Bu kotangensdir. Bir də kotangensin dövrü pidir. Bir də burada qaldı. Birinci rübdə artandır. Birinci rübdə artan olan baxırıq ki sinusdur. Buna da uyğundur D. Deməli 1D, 2C, 3 A'yı. 64 də yenə həmin qayda ilə yazırıq. Sinus birinci rübdə azalandır. Birinci rübdə azalan kosinusdur. Birinci rübdə azalan kosinusdur. 2A. Üçüncü rübdə azalandır. Üçüncü rübdə azalan sinusdur. Buraya yazıram B. Sonra üçüncü rübdə müsbətdir. Tangens üçüncü rübdə müsbətdir. Dördüncü rübdə müsbətdir. Kosinus dördüncü rübdə müsbətdir. Əsas dövrü pidir. Tangensin əsas dövrü pidir. Y variantı. 64'ü yazdıq. 65'e baxaq. 65'də deyir ki 65-ci sual. Y bərabərdir. Sinus 2x vur kosinus 2x. Deməli bunların qiymətlər çoxluğunu soruşur. Birinci sadələşdirməliyik. Y bərabərdir. Sinus 3x vur kosinus 3x. Uşaqlar bu sinus 2 alfa düsturu verir. Niyə? Çünki biz sinus 2 alfanı açanda olur 2 vur sinus alfa. 2 sinus alfa vur kosinus alfa kimi yaza bilirik. Mən də baxıram ki bu düstur, bu ifadə buna bənzəyir. Amma 2 yoxdur. Ona görə 2'yə vurub 2'yə bölürəm. Sürətdə oldu sinus 6x, məxrəcdə oldu 2. Yəni oldu 2'də 1 sinus 6x. Biz bilirik ki sinusun qiymətlər çoxluğu -1, 1 aralığındadır. Ona görə yerinə 2'də 1 yazanda oldu -2'də 1. Bir də müsbət 2'də 1. -2'də 1, müsbət 2'də 1 Y variantı. İkinciyə baxaq. Y bərabərdir. Kosinus kvadratı 2x çıxaq sinus kvadratı 2x. Bu da bizə kosinus 2 alfa düsturu verir. Niyə? Çünki kosinus 2 alfa necə açırıq biz? Kosinus kvadratı alfa çıxaq sinus kvadratı alfa. Bu da bizə verir kosinus 2 vur 2x. Yəni kosinus 4x. Kosinusun da biz bilirik qiymətlər çoxluğu -1, 1 aralığındadır. Elə buna da uyğundur D variantı. Deməli 1 oldu Y, 2 oldu D. Sonra üçüncüyə baxaq. Üçüncüdə bilirsiniz hansı düsturdur uşaqlar? Y bərabərdir. A vur sinus x üstə gəl B vur kosinus x. Biz deyirik bu ifadənin ən böyük kiçik qiyməti kök altında A kvadratı plus B kvadrat ilə tapılır. Yəni bunun qiymətlər çoxluğudur. İndi mən yazsam ki kök altında 1'in kvadrat üstə gəl kökdə 3'ün kvadratı plus minus. O da olur plus minus kökdə 4, 4'dən də kök 2 çıxır. Plus minus 2. Ona görə -2, müsbət 2 buna da uyğundur B variantı. B. 1Y, 2D, 3B. 66-cı sual da oxşar sualdır. Yəni Y bərabərdir. Biz dedik sinus kosinus hasil olarsa 2'yə vurub 2'yə bölürük. 2 sinus 2x vur kosinus 2x bölə 2. Sürətdə oldu sinus 4x bölə 2. O da oldu 2'də 1 sinus 4x. Qiymətlər çoxluğu -1, 1'dir. Ona görə -1 qoyanda oldu -2'də 1, müsbətin qoyanda oldu müsbət 2'də 1. 1'ə uyğundur. Deməli C. Sonra 2'yə baxaq. Y bərabərdir. Kosinus kvadrat alfa çıxaq sinus kvadrat alfa kosinus 2 alfadır. 2'ni vurdum 4x'ə o da oldu kosinus 8x. Yenə ən böyük qiyməti 1, ən kiçik qiyməti -1'dir. Buna da D uyğundur. Sonra yəni qiymətlər çoxluğu daha doğrusu -1, 1 aralığı götürürük. Sonra üçüncüyə baxaq. Deməli Y bərabərdir 3
Sinus x çıxaq 1. Bunun dövrü 2 pidir. Çünki təkdir dərəcəsi. Bunun dövrünü 2 pi götürürəm. Belə yazıq da oradan. 2 pi böl x-in əmsalı 1. O da oldu 2 pi. Deməli, buna uyğun oldu A. Bir də uşaqlar, qiymətlər çoxluğunu tapsaq bunu necə taparıq? Birinə bir dəfə 1 yazsaq olur. 3 vur 1 çıx 1 oldu 2. Mənfi 1 yazsaq 3 vur mənfi 1 çıx 1. O da oldu mənfi 4. Bunun qiymətləri çoxluğu mənfi 4 2'dir. Yəni mənfi 4 2. Buna B də uyğundur. B. Deməli A getdi, A, B, C, D, bir dənə Y qaldı. Y'nin də dövrü, bir dənə baxaq hansına uyğundur. Baxın, kosinusda biz dedik ki, kosinus uyğun olmalıdır. Kosinusun dövrünü tapmaq üçün 2 pini K'ya bölürük. K da bizdə 8'dir, o da elə olur 2 pi böl 4. Elə bu həm də uyğundur kosinusa. Bunu Y də uyğundur. Bir də buraya Y də yazaq. Aha. 67-ci suala baxaq. Deməli, uyğunluğu müəyyən edin. Sinus alfa 5'də 4 olarsa 2 alfa 90 dərəcə ola bilər. Sinus alfa 5'də 3. Gəlin bunların tapaq, sadələşdirə bilmək. Birinciyə baxaq. Sinus alfa 5'də 4 olarsa kosinus alfa nə olar? Birinci bunu tapaq. Biz bilirik ki, sinus kvadrat alfa ilə kosinus kvadrat alfanın cəmi 1'dir. O da olur 25'də 16 plus kosinus kvadrat alfa bərabərdir 1. Kosinus kvadrat alfa bərabərdir. 1'dən çıxıram 25'də 16, o da oldu 25'də 9. Onda kosinus alfa oldu plus minus 5'də 3. Yəni plus minus 0,6. Birinci uyğundur C. Sonra digərlərini tapaq. İkincidə də yenə həmin düsturdan yazsaq olur nə? 25'də 9 plus kosinus kvadrat alfa bərabərdir 1. Kosinus kvadrat alfa 1'dən çıxırıq 25'də 9, o da oldu 25'də 16. Kosinus alfa bərabərdir plus minus 5'də 4. O da olur plus minus 0,8. 2'ye uyğundur Y. Sonra üçüncünü də bu düsturdan tapsaq. Deməli, üçüncüdə sinus alfa kökdə 2 bölü 2 isə alfa deməli 45 dərəcədir. Biz bunu deyə bilərik. Çünki 45 dərəcəni kökdə 2 bölü 2'də alır. Alfa 45 dərəcədirsə, bunun qonşu bucağı beta 135 dərəcə olur. Və 135 dərəcə 45 dərəcədən 3 dəfə böyükdür. Ona görə elə buna B də uyğun ola bilər. Və burada deyir 2 alfa 90 ola bilər. Bəli, ola bilər. Çünki alfa 45 isə 2 alfa da 90 ola bilər. Sonra üçüncü rübə aiddir. İndi baxaq ki, üçüncü rübə hansı aiddir? Üçüncü rübə aid olanda yoxdur. Gecə növbət sualı. 68-ci suala baxaq. Deməli, 0-2 pi aralığında y bərabərdir 1 düz xəttinin fx bərabərdir sinus x funksiyasının qrafik ilə kəsişmə nöqtəsi A. Deməli, kəsişmə nöqtəsi A'dır. Kəsişmə nöqtəsi dediyinə görə biz bunları bərabərləşdiririk. Kəsişmə nöqtəsini tapırıq. X oldu pi bölmə 2. Çünki x 1'i 90 dərəcədə alır. Deməli, x pi bölmə 2 olanda y olur 1. Sonra Jx bərabərdir kosinus x funksiyasının qrafiki ilə kəsişmə nöqtəsini isə B olarsa. Onda B bərabərdir. Deməli, kosinus x bərabərdir 1. X bərabərdir. Kosinus 1 alır 2 pi də. Bu da olur 2 pi 1. X-a 2 pi qoyanda kosinus olur 1. İndi bizə deyir ki, A nöqtəsinin koordinatlarını tapdıq pi bölü 2 1. B-nin də koordinatlarını tapdıq pi bölmə 2-dən 1'ə. İndi AB nöqtələri arasında məsafəni soruşur. İki nöqtə arasında məsafəni tapmaq üçün kök altında 2 pi-dən çıxırıq pi bölmə 2-ni kvadrata yüksəldirik. 1-dən də çıxırıq 1'i kvadrata yüksəldirik. İki nöqtə arasında məsafə düsturu. Bu da oldu 2'də 3 pi-nin kvadratı plus 0. Bu da 0 sayılmır. O da oldu 3 pi bölü 2. Yəni 1,5 pi. 9-cu suala baxaq. 0-2 pi aralığında y bərabərdir mənfi 1 düz xəttinin fx bərabərdir sinus x funksiyasının qrafik ilə kəsişmə nöqtəsi A-dır. İndi bunları bərabərləşdirək. Sinus x bərabərdir mənfi 1. X mənfi 1'i 0-2 pi aralığında 270'də alır. Yəni 3 pi bölü 2'də. Sinusun 3 pi bölü 2 qiymətində, x-in 3 pi bölmə 2 qiymətində fx olur mənfi 1. İndi bir də jx-i tapaq. Jx da B nöqtəsidir. Yazırıq kosinus x bərabərdir mənfi 1.
x bərabərdir 0-2 pi aralığında kosinüs -1'i pi'də alır. O da pi olanda -1. İndi bizə yenə AB nöqtələri arasında məsafənin soruşur. O da olur kökü altında pi çıx 3 pi bölü 2'nin kvadratı plus -1 çıxaq. O da üstə gəlir orada mənfi olduğuna görə 1'in kvadratı. Pi'dən 3 pi bölü 2 çıxanda olur kök altında 2'də -pi kvadratı plus 0. O da oldu elə pi bölü 2. İkinci suala baxaq. Fx bərabərdir sinus x funksiyası -pi 2 pi aralığındakı ən böyük qiyməti A, ən kiçik qiyməti isə B və C nöqtələrində alır. ABC üçbucağın sahəsini tapın. Birinci funksiyanın qrafikini quraq. Deməli, sinusun baxın uşaqlar, -pi, yəni yazaq. Deməli, tutaq ki, -pi buradadırsa, buraya yazarıq -pi bölü 2. Sonra müsbət pi bölü 2, pi bizə -pi'dən 2 pi'yə qədər lazımdır. 3 pi bölü 2, 2 pi. İndi bizə deyir ki, ən böyük və ən kiçik qiymətləri. Baxın, sinus -90'da deyirəm -1 alır. Ən kiçik qiyməti bu olur da -1. Bir də müsbət 1'i alır 90'da. Bu da bunun ən böyük qiyməti oldu. Belə. Və bir də sinus -1'i 3 pi bölməyə 2'də alır uşaqlar. Bu da bunun mənfi qiymətidir. İndi deyir ki, bizə ən böyük qiyməti, sinusun ən böyük qiymətini A nöqtəsi ilə işarə edin. A ilə. Ən kiçik qiymətləri isə BC-də alır. BC. Baxın, sinusun qrafikdə çəksək belə çəkirik də. Deməli, belə. Pi'də 0'dır deyə buradan gəlir. Buradan gəldi. Bu da belə. Aha. İndi bizə burada əmələ gələn üçbucağın sahəsini soruşur. Baxın, ABC üçbucağı. ABC. Biz üçbucağın sahəsini tərəfə çəkilmiş hündürlüyə görə tapa bilərik. Birinci oturacağı tapıram, üçbucağın oturacağını. BC. BC tərəfi necə tapıram? BC. Baxın, BC tərəfi -pi bölməyə 2'dən 3 pi bölməyə 2'yə qədər olan məsafədir. Yəni 90 pi bölü 2 məsafə müsbət götürür. 3 pi bölü 2. BC tərəfi oldu 2 pi. Bir də bizə hündürlük lazımdır. Hündürlükdə uşaqlar, baxın, üçbucağın təpəsindən oturacağı endirilmişdir. Yəni -1'dən 1'ə qədər məsafədir. Bunun hündürlüyü də oldu 2. İndi sahəni tapa bilərəm. S bərabərdir 2'də 1 vur tərəf 2 pi vuraq hündürlük. Bunlar ixtisar getdi. Cavab qaldı 2 pi. 70-ci sualda cavab oldu 2 pi. Keçək digərinə 71'ə. 71'də də yenə funksiya kosinus x funksiyasının qrafikini çəkək. Deməli, bu olsun belə. Aha. İndi 0'dan 2'yə pi'yə qədər. 0'dan. 0'dan. Burası 0'dır. Bura olsun pi bölü 2. Pi. 3 pi bölü 2. Bir də 2 pi. Aha. İndi bizə deyir ki, deməli, ən böyük qiyməti A və B nöqtələrində, ən kiçik qiyməti isə C nöqtəsində alır. Kosinus 0'da 1 alır. Bu bunun ən böyük qiymətidir. 1. 0'da 1 alır. Deməli, burada A nöqtəsi yerləşir. Ən böyük qiyməti A və B nöqtələrində alır. Kosinus 1'i 1 də alır 2 pi'də. Ən böyük qiymətin biri bura oldu. Bir də bu oldu. 2 pi'də. Tutaq ki, bura A nöqtəsi deysəm, burada bir B nöqtəsi deyirəm. Ən kiçik qiymətini C-də alır. Kosinusun ən kiçik qiyməti -1'dir. Kosinus da -1'i pi'də alır. Baxın, burada bir C nöqtəsi dedim. Da qrafiki çəkməyəcəm. Bizə çünki bunların elə birləşməsini soruşur. ABC üçbucağının bu ABC üçbucağıdır. Sahəsini soruşur. Yenə tərəfə çəkilmiş hündürlüyünü tapa bilərəm. A'dan B'yə qədər məsafə 2 pi'dir. Hündürlük, yəni bunu axıra qədər uzatsam, -1'dən 1'ə qədər olan məsafəni soruşur. Hündürlük 2'dir. Sahəni tapanda S bərabərdir 2'də 1 vur, tərəf vur, hündürlük. Doğru cavab oldu 2 pi. 72-ci suala baxaq.
0 pi bölmə 2 aralığında fx bərabərdir sinus x və jx bərabərdir kosinus x funksiyalarının qrafiklərinin kəsişmə nöqtəsindən OX oxuna qədər məsafəni tapın. Birinci bunların kəsişmə nöqtəsini tapaq. Sinus x-i kosinus x-ə bərabərləşdirək. Bu olur tangens x bərabərdir 1. Tangens də 1'i alır 45 dərəcədə. Yəni pi böl 4'də. İndi bizə deyir ki, bunların kəsişmə nöqtəsindən OX oxuna qədər məsafəni tapın. Yəni bunların qrafikini göstərək. Kəsişmə nöqtəsi müəyyən edək təxmini. Tutaq ki, belə bir qrafik çəksəm. Birinci sinusun qrafikini çəkirik. Bunlar harada kəsişirlər? Deməli, pi böl 4'də. Baxın. Pi böl 4 tutaq ki, buradadırsa. Deməli, x-in pi böl 4 qiymətinə y alır neçə? Yəni, pi böl 4 qoyanda hər ikisi alır. Kökdə 2 bölü 2. Bu bunların kəsişmə nöqtəsidir. İndi bizə deyir ki, funksiyaların qrafiklərinin kəsişmə nöqtəsindən OX oxuna qədər məsafə. Bu x oxudur, bu da y oxudur. Bu kəsişmə nöqtəsi budur. Buradan x oxuna qədər məsafə buranı soruşur. Elə bu da kökdə 2 bölü 2'yə bərabərdir. Bir də sinusoid, kosinusoid oxlarını çəkmədim. Üçüncü suala baxaq. Yenə sinus x və kosinus x funksiyaların kəsişmə nöqtəsindən OX oxuna qədər məsafəni soruşur. Pi 3 pi bölmə 2 aralığı. Pi, yəni 180 ilə 270 arası bu düşür 3-cü rübə. Birinci bunları bərabərləşdirək. Sinus x bərabərdir kosinus x. Buradan da tangens x bərabərdir 1'ə. Tangens 1'i tənlikdə. Baxın uşaqlar, pi böl 4 plus pi k alır. Düzdür? Biz buradan pi böl 4 plus pi k-nı götürəndə k-ya tutaq ki 1 desək, k1 olsa, k tam ədəddir da biz bilirik. K tam ədəddir. K-ya 1 desək bu olur 45 plus 180. Yəni bu qiyməti 225 dərəcədə alır. İndi bizə də OX oxuna qədər məsafəni soruşur. Gəlin x-in yerinə 225 qoyaq. Olur nə? Fx bərabərdir sinus 225. O da 3-cü rübə düşdüyünə görə olur sinus 180 plus 45. 180'də adlar qalır, olur sinus 45, amma mənfi olur. O da oldu mənfi kök 2 böl 2. Kosinusda da eyni olur, çünki kosinusda 3-cü rübdə mənfidir. Kosinus 225, o da oldu mənfi kök 2 böl 2. Bunların kəsişmə nöqtəsi, tutaq ki, mən bunların kəsişmə nöqtəsini belə götürsəm, bu x-dir, bu da y-dir. Deməli, x 225 olanda, 225 dərəcə olanda, bu olur mənfi kök 2 böl 2. Tutaq ki, mənfi kök 2 böl 2. Tutaq ki, bunların kəsişmə nöqtəsi buradır. Həmin kəsişmə nöqtəsindən OX-a qədər məsafəni soruşur. Yəni, buranı soruşur. Elə burada mənfi kök 2 böl 2 demişdik də. Ona görə elə məsafə oldu. Kökdə 2 bölək 2. 73 sonuncu sualdır. Bugün izahımız bu qədər. Sağ olun, salamat qalın.